Salam hörmətli izləyicilərim. Bugün sizə bu cür 2 ilməkdən olan buruqlu bir naxışı göstərmək istəyirəm. Naxış özü də 2 ilməkdəndir. Rezinkanı da 2 ilmək eləmişəm ki, bura düz gəlsin deyə. Bunu da jiletə, jaketə, papağa, nəyə istəsəz toxuya bilərsiniz. İlməklər 2-2 yığılır milin üstünə. Sapım da ki 100 qramlıq 350 metrəlik bir sapdır. Orta qalınlıqda bir sapdır. Bunun üçün indi mən qısa formada belə milimi götürürəm. Milimin üstə 2-2 ilməkləri, cüt ilməkləri biraz qısa formada yığacağım. Videom çox uzun olmasın ona görə. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmek yığıram. Şimdi burada rezinka toxuyan deyiləm mən. Elə 2 düz 2 dəst toxuyacağım. 2 sıra. 2 tərs 2 düz. Burada kenar ilmek olmadığına göre bir ilmek artırma eləyəcəm buradan. Kenar ilmek olsun diye. İlmekləri yəqin düz saymamışam. Ona göre 2 ters 2 düz. Arxa üzərində hələ toxuyuram. Buradan indi kenardan 2 tersi toxudum. Rezinkanı kim nə qədər istəyir, o qədər də toxuya bilər uzunluğun. Mən indi 2 sıra toxudum. İndi bu 2 ilməyin, düz ilməklərin arxa tərəfindən bir ilmək götürürəm. Sonra 2 ilməyin içindən çıxardıram bir ilmək formada. Yenə 2 tərsi toxuyuram. Bu 2 düz ilməyin arxa tərəfindən belə götürürəm. Sonra 2 ilməyin içindən bir ilmək çıxardıram. Yenə 2 tərsi toxuyuram. Bu sıranı axıra qədər bu formada toxudum. 2 tərs. Bu 2 düzü yenə. Arkadan çıxardım. Sonra 2 ilmənin içindən bir ilmək çıxardım. Kenardakı ilməyi də tərs toxudum. Arka tərəfdən yenə kənarı götürürəm. Buradakı bu 2 ilməkləri bu yüzden tərs toxuyuram. Bu ilməklər, düz ilməklər bu yüzden görünür. O birisi üzdən, düz üzdən həmin ilməklər tərsdir. Bu tərəfdən düzdür.
2 tərs, yenə 2 düz olur. Düz yüzdən yenə eyni şeyi təkrar eləyirəm. Bir sırada toxuyuram. 2 tərsi toxudum. Bu 2 düz yenə arxasından götürürəm. Sonra da ikisini içindən bir ilmək çıxardıram. Yenə 2 tərs. Yenə bu 2 düz ilmənin arxasından götürdüm. Sonra içərisindən bir ilmək çıxardım. Bu ilməkləri də yenə arxasından götürdüm. Sonra içindən bir ilmək çıxardım. Kənardakini də tərs toxudum. Bu formada bir naxış alınır. İndi tərs üzdən də yenə tərsləri tərs toxuyuram, düzləri düz. Bu kənarı götürürəm. 2 tərs, 2 düz. Bu düz ilməklər arxa tərəfdən elə axıra qədər düz gedir, tərs tərəfdən. Tərs tərəfdən ilməklər 2 tərs, 2 düz olur. Biraz toxuyandan sonra naxış daha qəşəng görünür, yaxşı da görünür. Svitrezada, papağa daha qəşəng görünən bir naxışdır. Formada. İstəsəz sapı qalın istəyirsinizsə, biraz qalın sapdan da toxuya bilərsiniz. Mənim sapım 350 metrəlik sapdır. Bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.